Bugünkü mövzumuz adi və onluq kəsirlərdir. Adi və onluq kəsirlər nədir? Deməli, ümumiyyətlə, kəsir nədir? Kəsir özü bölmə nəticəsində alınmış bir ifadədir. A bölünsün B-ni biz kəsir şəklində göstərsək, A bölünsün B kimi göstərə bilərik. Kəsir xətti, buna deyirik kəsir xətti. Kəsirin surəti, buna deyirik kəsirin məxrəci. Kəsirin məxrəci. Bu isə adlanır kəsir xətti. Kəsir xəttində necədir? Deməli, kəsirin surəti olur bizim bölünənimiz, məxrəci olur bölənimiz. Kəsiri ifadə edəndə birinci kəsirin məxrəcini deyirik. Məsəl üçün, 3-də 2 kəsiri. Birinci məxrəci səsləndiririk. 3-də 2. 5-də 4. Birinci məxrəci deyirik. Düzdür? 4-də 5 desək və biz bunu belə yazsaq, səhv demiş oluruq. 4-də 5 düzgün olmayan kəsirdir və məxrəcdə 4 surətdə 5 yazılmalıdır. Yəni, buna diqqət edirik. Kəsir xətti dedik, bölməni bildirir. A-ya kəsirin surəti, B-yə kəsirin məxrəci deyirik. Yaxşımı? İndi belədir. Kəsirlər özləri, adi kəsirlər, bunlara deyirik adi kəsir. Adi kəsirlər özləri bölünürlər 2 hissəyə. Düzgün kəsirlər, düzgün kəsirlər. Bir də düzgün olmayan. Düzgün olmayan kəsirlər. Düzgün kəsirlər o kəsirə deyəcəyik ki, onun surəti məxrəcindən kiçik olsun. Düzgün olmayan kəsir ona deyəcəyik ki, surəti A böyük bərabər olsun məxrəcinə. Məsələn, düzgün kəsirlər 2-də 1, 3-də 2, 5-də 4. Bunlar hamısı nədir? Düzgün kəsirlər. Surəti məxrəcindən kiçik olan kəsirlərə qayda belədir. Düzgün kəsir deyirik. Surəti məxrəcindən böyük və ya bərabər olan kəsirlərə, məsəl üçün, 3-də 3 düzgün olmayan kəsirdir. 5-də 6, 11-də 17, 23-də 23. Bunlar hamısı nədir? Düzgün olmayan kəsirlər. Kəsirin əsas xassəsi, bu bir qaydadır. Kəsirin əsas xassəsi. Bunu deyəndə bir şey yada düşür. Nə? Kəsirin surət və məxrəcini eyni bir ədədə vurduqda və ya böldükdə kəsirin qiyməti dəyişmir. Məsəl üçün, kəsirin əsas xassəsi nədir? Kəsirin əsas xassəsi. Kəsirin əsas xassəsi nədir? Kəsirin surət və məxrəcini. Tutaq ki, bizim kəsirimiz nə idi? B-də A kəsiri idi, düzdür? Bunun surət və məxrəcini eyni bir ədədə vurursaq, buna bərabər kəsir alınır. A vurulsun K, B vurulsun K. Və yaxud B-də A kəsiri bərabərdir. A bölünsün N, B bölünsün N. Bu da necədir? Eyni bərabər olan kəsirlər alınır. Kəsirin surət məxrəcini eyni bir ədədə vurduqda və ya böldükdə bu kəsirə bərabər olan kəsir alınır. Kəsirin əsas xassəsi budur. İndi bir də var kəsirlərin müqayisəsi. Adi kəsirləri gəlin müqayisə edilir. Bu qaydanı yəqin ki, bilirsiniz. Məxrəcləri bərabər olan kəsirlərdən, məxrəclər 7-dir. Məxrəcləri bərabər olan kəsirlərdən surəti kiçik olan kiçik, böyük olan böyükdür. Yaxşımı? Məxrəcləri fərqli, lakin surətləri bərabər olan kəsirlərdən. Tutaq ki, 3, 5-də 3, bir də olsun 7-də 3. Tərsinə olur. 5-də 3 və 7-də 3. Hansı böyük olacaq? Məxrəci kiçik olan daha böyük olacaq. Nəyə görə? Gəlin bunların niyəsinə baxaq. Tutaq ki, bizə 2 dənə çevrə verilib. Bu çevrəni bölürəm 1, 2, 3, 4, 5, 1, 2, 3, 4, 5 bölürəm 6 yerə. 6 hissədən birincdən hissəsini götürmüşəm. 7 hissədən birincdən hissəsini götürmüşəm. 3'ü.
Amma burada isə 7 hissədən götürmüşəm. 2, 3, 4. Burada 1, 2, 3, 4, 5, 6. Bir də çəkək 7. Burada isə 1, 2, 3, 4'ün. Uşaqlar 7-də 3'ü böyükdür, yoxsa 7-də 4'ü? 7-də 4'ün götürsəm daha böyük düşər, düzdür? Hayır, gəl. 7-də 4'ün götürsəm daha böyük olacaq. Amma gəlin bunun niyə beləncə olduğuna baxaq. Burada baxanda görürük ki 7-də 4 daha böyükdür də. Bu 7-də 3'dür, bu 7-də 4'dür. Gəlin belə bu şəkildə baxaq. Bu ifadə, bu çevrəni bölək 2, 3, 4, 5. 5 yerə bölürəm. Neçəsini götürürəm? 2, 3'ünü götürdüm. Düzdür? Digərini isə 7 yerə bölürəm. 2, 3, 4. 1, 2, 3, 4, 5, 6. Yəni 7 yerə bölək bunu. 7 yerə bölüb neçəsini götürmüşəm? Hansı böyük oldu? 5'də 3 daha böyük oldu. Bax 5 yerə bölüb 3'ün götürəndə daha böyük hissə düşdü bizə. Amma 7 yerə bölüb 3'ün götürəndə daha kiçik hissələr düşdü bizə. Düzdür? Ona görə də 5'də 3 daha böyük oldu. Düzdür? 5'də 3 daha böyük oldu. Kim hamı başa düşdü? Kim başa düşmədi? Kim aydın olmadı? Aydın oldu, lap yaxşı. Gəlin onda kəsirlərin müqayisəsində bir dənə kiçik bir dənə qayda var. Bəzi kəsirlər üçün. Bir dənə onlara baxaq. Tutaq ki, bizə düzgün kəsirlər verir. 7'də 5, sonra 9'da 7, sonra 11'də 9. Deyir bunları müqayisə ilə. Bərabərləşdirib yaza bilər. Amma bunun bir dənə sadə bir qaydası var düzgün kəsirlərdə. Bax, məxrəc və surət arasındakı fərqlər eynidir. 2 olsun, 3 olsun, 1 olsun, 5 olsun, fərq eləmir. Surət və məxrəclər arasındakı fərqlər eynidir. Neçədir? Bir daha baxın. Hamısı 2'dir də, düzdür? Eynidir. Bu halda əgər kəsir düzgün kəsirdirsə, bunlar hər üçü düzgün kəsirdir. Onda məxrəci kiçik olan kiçik, böyük olan böyük. Və yaxud surəti böyük olan böyük, kiçik olan kiçikdir. Kiçik olanları görürsünüz, sol tərəfdədir. Böyük olanlar sağdır, düzgün kəsirdə. Amma düzgün olmayan kəsir olsaydı, məsəl üçün 5'də 7, 7'də 9, 9'da 11. Düzgün olmayan kəsirlərdə isə tərs nə olur? Kiçik olan böyük, böyük olan kiçik olur. Bildiniz? Düzgün olmayan kəsirlərdə. Yaxşı mı? Bu sadə bir qaydadır da, yadda qalar bunlar. İndi bizdə bir də var. Kəsirlər üzərində əməllər. Kəsirlərin toplanması, kəsirlərin çıxılması, kəsirlərin vurulması və bölünməsi. Kəsirlərin vurulması və bölünməsi. Gəlin onlara baxaq. Burada hamıya hər şey aydın oldu. Tamam. İndi baxaq. Bu kəsirlərin toplanması, çıxılması, vurulması, bölünməsi 11-ci sinifə qədər həm həndəsədə, həm riyaziyyatda, həm fizikada, həm kimyada, biologiyada bunların hamısında istifadə edəcəksiniz. Deməli, hətta coğrafiya məsələlərində çox istifadə edəcəksiniz. İndi baxaq. Kəsirlərin toplanması, çıxılması və bölünməsi. Bəzən biz elə düşünürük ki, kəsirlərin toplanması, çıxılmasını bölürük. Amma elə misallar var ki, orada gedirik səhv edirik. Ən yaxşı oxuyan uşaqlar bilirsən gedib orada diqqətsizlik. Ən yaxşı oxuyanlar eləmirlər. Yəni normal kəsiri bildiyin, kəsirin toplanması, çıxılması, vurulması, bölünməsini bildiyini zənn edən uşaqlar gedib orada səhv edirlər. Ona görə də gərək kökdə olan əsas qaydaları biləsiniz. Əsas qaydalar nədir? Məxrəcləri bərabər olan kəsirlərdən, tutaq ki, B-də A üstə əlinsin, B-də C. Toplayanda nə edirik? Məxrəc olduğu kimi qalır, sürətlər toplanır. Yaxşı. Məxrəcləri bərabər olan kəsirləri çıxanda da məxrəc olduğu kimi qalır. Məxrəc olduğu kimi qalır. Sürət açıq C olur. Məxrəclər, kəsirlərin vurulması və bölünməsinə bax.
Kəsirlərdə baxaq. B-də A vurulsun, C-də D. Kəsirləri bir-birinə vuranda nə edirik? Məxrəci məxrəcə vurub məxrəcdə yazırıq. Surəti surətə vururuq, surətdə yazırıq. Adi kəsirləri bir-birinə böləndə B-də A vur, bölünsün, C-də D. Kim deyər, bunu necə edirik? Tərsinə. Birinci kəsiri, ikinci tərsinə vururuq. Deməli, B-də A-nı vuracaq, ikinci kəsirin tərsinə, D-də C-yə. Olacaq B-D-də A-C. B-D-də A-C. Düzdür. İndi gəlin, qarışıq ədədlər. Qarışıq ədədlər nə idi? Kim deyər? Qarışıq ədəd. Tam və kəsr hissədən ibarət olan ifadələrə biz nə deyirik? Qarışıq ədədlər. Qarışıq ədədlər. İndi qarışıq ədədlərə baxaq. Qarışıq ədədlərə baxaq. Deməli, tam və kəsr hissədən ibarətdir. Qarışıq ədəd necə düzəlir? Baxaq. Bir dənə, elə bil ki, ham yeməyi yiyib, az olan var. Kim acdır? Kim yemək yemədən gəlir? Sən açsan. Üzürü sayıb pizzadan misal edəcəyim, ona görə deyim. Elə bil ki, məktəbdən gedibsən evə, evdə bir dənə böyük pizza qalıb. Düzdür, adam dayısı gələndə pizza alıb gətirir, bilirsən. Və bir də gedib baxırsan ki, evdə bir nəfər olur da, o pizza gələn kimi ondan bir neçə dilim yeyir. Deməli, digər pizzadan isə 3 dilim yeyiblər. Neçə dilimi qalıb? 2 dənəsi. Bu bizim tam pizzamızdır, düzdür? Bir adı necədir, yadımdan çıxdı. Cəbrailin elə bir ki, evə gedəndə bu sevincinə səbəb olan pizzanı kəsirlə göstərək. Necə? Cəbrail görür ki, mənim evdə bir tam pizzam var və bir dənə də tamın hansı hissəsi var? 1, 2, 3, 4, 5 yerə bölünüb 2 dənəsi qalmış. O da olacaq 5-dən 2'si qalmış pizzası var, düzdür? Biz bunu qarışıq ədəd şəklində göstərsək 1 tam 5'də 2 kimi göstərəcəm. Bildiniz? 1 tam 5'də 2. Qarışıq ədəddir, düzdür? Biz tam deyəndə nəyi nəzərdə tuturuq? 1 olduğu, baxın, 1'i necə kəsir kimi göstərə bilərik? Necə məsəl üçün? 1 tamdır. 5'də 5, 7'də 7, 10'da 10, 9'da 9, 12'də 12, fərqi yox. Düzdür? Amma bizə baxır ki, o necə sərf eləsin. Bəli, burada bizim 1 tam 5'də 2 kəsirimiz qarışıq ədədidir. Düzdür? Bu qarışıq ədəd deyil işte buna. Bu qarışıq ədədi biz düzgün olmayan kəsirə çevirmək üçün nə etməliyik? Yadınızdadırsa biz bir pizza ilə 5'də 2 hissəsi qalmış pizzanı topladıq. 1 tam 5'də 2 eləmədik. İndi bunu parçalasaq neçə olar? Yenə yaza bilərəm. 1 üstəyəlisin 5'də 2. Dedik biri istənilən kəsir kimi göstərə bilərəm də. Düzgün olmayan kəsir kimi. Məsəl üçün bizə burada neçə sərf eləyirdi? 5'də 5 kimi. Çünki toplamaq istəyirəm. 5'də 5 üstəyəl 5'də 2. Olacaq neçə? 5'də 7. 5'də 7 göstərdim. Bunu qarışıq ədədə bu cür çevirdim. Düzdür? 5'də 7. Amma bunu biz müəyyən bir qayda ilə eləyə bilərik. Bax, biri belə bir şeydir də. Biz bir kəsiri elə bir ki, göstərdik necə? 5'də 5 kimi. Düzdür? Surət və məxrəci nəyə vurduq? Elə bir ki, biri kəsir kimi görsək 1'də 1, 5'ə vurduq da. Düzdür? Kəsirin qiyməti dəyişmədi. Biri elə bir ki, 1'də 1 kimi yazıb 5'ə vura bilərəm də. 5'də 5 eləyir də. Və yaxud 7'yə vursam kəsirin surət və məxrəcini 7'də 7 eləyəcək də. Düzdür? İndi baxaq bura. Qarışıq ədədi A tam, B-də C kəsiri, bu qarışıq ədəddir. Qarışıq ədədi düzgün olmayan kəsirə çevirmək üçün tam hissəni vururuq məxrəcə, üzərinə gəlirik surəti və surətdə yazırıq. Amma məxrəci biz dəyişmirik. Olacaq A vur B, üstəgəl C. İndi biz 1 tam 5'də 2'ni bu cür göstərdik bu üsulla 5'də 7 oldu, düzdür? 1 tam 5'də 2 kəsirin indi bu qayda ilə göstərsək 5'də 1 vurulsun 5 üstəyəl 2 yazaram. Neçə eləyəcək? 5'də
7 alınacaq yenə də. İstənilən qarşı qədərdə bu formada düzgün olmayan kəsrə çevirə bilərik.